daha qaralır. Boğazlar bağlanır, okeanlar qarşılaşır. Türkiyə qərar verir. Çanaqqala və İstanbul boğazları NATO donanmasına bağlanır. Bu ABŞ üçün açıq bir mesajdır. Eyni anda Çin Sakit Okeanda hərbi donanmasını Tayvana qarşı yönəldir. ABŞ cavab verir. Filippin, Yaponiya, Avustraliya hər bir tərəf seçməyə məcbur qalır. Nüvə gölgəsi yer üzərinə düşür. Moskva və Vaşinqton arasında gərginlik zirvədədir. Hər iki tərəf xəbərdarlıq edir. Əgər birinci atış sizdə olarsa, cavabı dünya görəcək. İnsanlıq 1945-dən bu yana ilk dəfə yenidən nüvə savaşının astanasındadır. Eyni anda iqtisadiyyat çökür, dollar artıq güvənli valyuta deyil, enerji bazarları alt-üst olur. Psixoloji məhviyyət başlayır. Rusiya daxilində qiyamlar başlayır.